Çok sınadı bizi zaman, Neçe şehit gitti kurban, Sinesiyle siper olan İgid esker möhkem dayan. Sinesiyle siper olan İgid esker möhkem dayan. Hər ikisi incəsənətin bir sahəsidir. Əslində baxanda elə həkimlik də, şairlik də, bəstəkarlıq da, ümumiyyətlə təbabətlə incəsənətin elə əvvəldən bir vəhdəti olub. Şairliklə bəstəkarlıq mən deyərdim ki, bir-birini tamamlayan sənətlərdir əslində. Çünki musiqi əslində şeirə yazılır da. Düzdür, belə sözsüz musiqilər də var. Amma hər bir musiqinin özünün öz bir, belə deyək ki, hekayəsi var da. Yəni, o hekayəni sözsüzdürsə, sən onu səndən asılı olmayaraq, o insanın yaddaşına, hafizəsinə təsir göstərir. Yenə də nəyisə sənə xatırlatmağa vadar eləyir. Yəni, insan istənilən bir musiqiyə qulaq asanda bir keçmişinə qayıda bilir, yaxud da ki, bir gələcəyi, bir xəyalən özündə canlandırır. Yəni, ortaqlığı bunun bu hansısa bir hekayədədir. Yəni, istər şeir olsun, istər nəzm olsun. Yəni, mən elə bilirəm ki, elə bunların başlandıqları da, bitdiyi də sözdür. Sözdür ki, həyatın açarı sözdür. Çox əsrlər bundan öncə deyilən bir sözdür. Deyir ki, həkimin əlində 3 aləti var. Birinci sözdür, ikincisi dərmandır, üçüncüsü bıçaqdır. Məsələn, birinci sözə fikir verilir. Yəni, sözsüz ki, məsələn, tibbin özünün də deontologiya sahəsi var. Yəni, məsələn, o həkim-xəstə münasibətlərində danışıq qaydaları necə olmalıdır. Və, məsələn, bizdə xəstə ilə həkimin münasibətləri başlayır iki hekayədən. Onların biri elə tibbi latınca belə gedir ki, anamnezis viti, anamnezis morbi. Yəni, xəstəlik hekayəsi, bir də ki, həyat hekayəsi. Yəni, məsələn, bu ölçməndir. Yəni, məsələn, əgər əsl həkim xəstənin dərdini bilmək istəyirsə, xəstəliyi yox, xəstəni müalicə eləməkdir. Ya, o nöqteyi nəzərdən, yəni, hər şey başlayır bu anamnez toplamaqla, yəni onun hekayəsinə qulaq asmaqla. Yəni, məsələn, həyat anamnezi odur ki, yəni, məsələn, mən nə vaxt doğuldum, filan vaxtı, deyək ki, travma aldım, filan vaxtı filan xəstəliyi keçirdim, çünki bu önəmlidir. Bir də konkret gəlirsən ki, xəstəliyin tarixini danış, xəstəliyin hekayəsini danış. Yəni, məsələn, tutayım ki, 1 ay bundan qabaq, 5 gün bundan qabaq, 3 gün bundan qabaq, buram ağrıdı, verir. Yəni, mənim üçün, məsələn, söz musiqidən də öndədir. Amma söz, çünki sözün özünün musiqisi var. Bayaqları biz hələ sözün ritmindən danışdıq. Amma söz axı bununla da bitmir. Söz həm də dedik işıqdır, sözün işığı var. Sözün həm də hərarəti var. Ümumiyyətlə, söz mən belə hesab edirəm ki, bir canlı orqanizmdir. Yəni, bir canlı orqanizmə eyni tutmaq qədər. Yəni, məsələn, bunu mənim kəşfim deyil. Şeyx Nizami Gəncəvinin gözəl bir sözü var. O, məsələn, o deyir ki, eşqin lüğətində söz canımızdır bizim, biz sözük, bu bədən isə eyvanımızdır bizim. Yəni, o sözü bir canla eyni tutur, ruhla eyni tutur və deyir ki, insanın daxili aləmi, hər bir insanın sözü onun daxili aləmini bürüzə verir və onun bədəni də ona aynadır. Yəni, sən ona baxanda onun sözü nədirsə, onun özü də odur ki, psixoloji, ruhi xəstələri də ələlxüsus, yaxud da ki, buna ehtiyacı olan, məsələn, motivasiya nöqteyi nəzərindən musiqinin əvəzsizdir. Musiqinin həm insan orqanizminə, həm insan halına, insan durumuna sözsüz ki, onun təsirləri əvəzsizdir.
Əslində belə deyim də, bir qədim bir kitab var, hərb sənəti kitabı. O kitabın elə birinci səhifəsi belə açılır. Açılanda burada birinci səhifəsində belə yazılır. Müharibədən dönənlər 3 qrupa bölünür. Müharibəni yaddaşlarında, xatirəsində daşıyanlar. İkincisi, müharibəni bədənində daşıyanlar. Bir də ki, müharibəni özü ilə evinə, ailəsinə, cəmiyyətə gətirənlər. Yəni, əslində baxanda bu 3 qrupdur. Yəni, o xatirələrində daşıyanlar, həmin o müharibə xatirələri ilə yaşayanlar deməkdir. Bədənində daşıyanlar, yəni o qazilərimizdir, hansı ki, yəni onun qəlpəsi, gülləsi, yarası, çapığı o bədənində daşıyanlardır. Bir də var ki, o müharibəni, orada bitmiş bir müharibəni gətirib evinə, ailəsinə, cəmiyyətə gətirənlərdir. Yəni bunların, bu bizim istəyimizdən asılı olmayan bir məsələdir, bu prosesdir. Yəni bunların ikisi məndə var. Amma mən heç vaxt üçüncünü, yəni bu cəmiyyətə, ailəmə gətirən adam olmamışam. İnsanlıq yaranandan bu müharibələr, bu zülmlər, bu faciələr, bu fəlakətlər var, olub və bundan sonra da olacaqdır. Amma bu müharibəyə qarşı, belə deyək ki, insanlığın yenə də yaratdığı yeganə bir vasitə varsa da o da sənətdir. Ona görə sənətçilərə çox vaxt savaşçılar deyirlər. Və mən elə hesab edirəm ki, o müharibənin ağrısını, acısını, o aqressiyasını sənətimlə, sənətə gəlməyimlə elə bil ki, haradasa neytrallaşdıra bilmişəm. 25-26 yaşındaydım belə o dönəm. Mən müharibəni elə televiziyadakı, kinolardakı kimi hiss eləyirdim, açığı. Mən elə bilirdim. Amma ilk dəfə cəbhə bölgəsinə gedəndə mən gördüm ki, bu kino deyil, təsəvvür elədiyim deyil. O tamam bir başqa bir dünyadır, başqa bir yerə elə bil düşmüşəm mən. Orada insanlar tamam başqa, şərait başqa, hər anı, hər dəqiqəsi ölüm. Biz həmişə evdə oturmuşuq, bir çay qabağımızda, televiziyada baxmışuq, yaxud da ki, kinoteatrda seyr eləmişik. Oradakı insanların o, deyək ki, o döyüşünü, nə bilim, cəsarətini. Amma hər bir müharibənin özünə görə öz acı gerçəklikləri var. Yəni mən ilk dəfə Ağdam, Ağdərə bölgəsində müharibədə olanda mən hiss elədim ki, yəni bu başqadır. O gerçəklik başqa, bu gerçəklik başqadır. Məsələn, adicə axşamüstüdür, səngərdir, torpağın altında qazıblar, qavvaqdır, nədirsə belə. Orada bir peç qoyublar. Üşüyürəm, yanvar ayıdır, yoxsa dekabrın axırları, yanvarın əvvəlləridir. Deyirəm, bu peçə nə vaxt qalayacaqlar bunlar? Deyir ki, bu qalamaq olmaz. Niyə? Çünki oradan tüstü çıxsa düşmən tərəf görəcək, biz ən yaxında yoxdur. Yəni, belə adi, sən belə baxanda görürsən ki, hər şey dəyişir. Çünki orada, məsələn, adam hiss eləyir ki, mənəmlik yoxdur. Sən onda anlayırsan, başa düşürsən, sən orada artıq mən keçir arxaya, biz gəlir önə. Və onda bilirsən ki, elə insan ibarət imiş bizdən. Əskər vətən əmanəti, yurd əmanəti. Əskər ocaq əmanəti, od əmanəti. Əskər vətən əmanəti, yurd əmanəti. Əskər ocaq əmanəti, od əmanəti. Birinci Qarabağ müharibəsində biz hazırlıqsız idik. Həm ölkə olaraq, dövlət olaraq yeni müstəqilliyimizi qurmuş bir dövlət idik. Hər cəhətdən çətinliklərimiz vardı. Həm də ordu nöqteyi nəzərdən ordunun ənənələrimiz yox idi. Ordunun o potensialı yox idi. Ordu məsələn silahlanmadı, texniki bazadır, odur, kadrlar belə yox idi. Bir öz fəaliyyət vardı. Yəni özünü müdafiə qüvvələri vardı.
Kiminin əlində tüfəngi vardı, kiminin əlində 5 atılanı vardı, kiminin əlində beli vardı, lapatkası belə vardı. Yəni məsələn torpağın qorumaqdan ötürü. Yəni o dövr, o çağ başqa idi. Və sözsüz ki, bütün onlara rəğmən də biz müəyyən qədər irəli də gedə bildik. O vaxtda qələbələrimiz oldu, məğlubiyyətlərimiz də oldu, şəhidlərimiz də çox oldu. Amma mən yenə deyirəm, biz o dönəm həm də müdafiə olunurduq. Biz hücum haqqında heç fikirləşmirdik ki, heç olmasa biz bu torpaqlarımızı qoruya bilək. Yəni nə qədər itirdiksə itirdik, heç olmasa gerisini qoruyaq. O vaxt belə idi. 44 günlük müharibədə isə tamam başqa idi. 44 günlük müharibə bizim bir xalq olaraq, bir dövlət olaraq, bir ordu olaraq, yəni belə deyək ki, bir tək vücud, tək ürək, tək yumruq kimi birliyimizi bir belə deyək, ad idi, ünvan idi. Əslində İgid Əsgər Möhkəm Dayan mahnısı mən sözlərin bir vaxt başqa vaxt yazmışdım. Musiqini üstündən 1-2 il keçəndən sonra yazdım. Mən onu Şəhidlər Xiyabanında yazmışam sözlərin. 91 idi belə, yəni Şəhidlər Xiyabanında and içdi. Bizim bir qrup Əfqanistanda döyüşən əskər zabitlərimiz özünü müdafiə 1-ci batalyonu yarandı orada. Və Şıxov batalyonunda deyirlər ona. Onlar orada and içib cəbhə bölgəsinə yollandılar. Yəni 1-ci batalyon o uşaqları, onların əksəriyyəti şəhid olur. Mənim orada dostum vardı, mən onu götürməyə getmişdim. O təəssüratla mən o mahnının sözlərini yazdım. Sonra mən bunu çox yerdə demişəm. Bilirsən belədir də, yəni şairlər yəni bu hissləri daha yaxşı bilirlər. Yəni insan nə üçün yazır? Nəsə anlatmaq istədiyi olur, onu anlatmaq istəyir ki, mən sənə çatdıra bilsin. Mən də o şeirimdə bir anlatmaq istədiklərim vardı. Əslində, yəni məsələn o İgid Əsgər Möhkəm Dayan mahnısı bir çağırış idi. Əslində o savaşın özünə bir savaşa çağırış idi. Əslində bax bu idi. O da mahnının sözlərindən də bəllidir ki, o bir dialoqdur. Yəni əskərin özünə, əskər yoldaşına və anasının timsalında vətənlə olan dialoqdur. Əslində bu dialoqdur. Salam vətən, salam ana, çətin gündə biz. Amma onu anlatmaq istədiyimi elə bir çatdıra bilmirdim. Ona görə dəyişirdim sözləri, orası, burası və günün birində dedim ki, bəlkə mən buna mahnı yazım. O da yəni özüm üçün, publik üçün də yox. Bu mahnını o vaxt mənim yaxın dostum Yusif Mirzəyev sonradan milli qəhrəman oldu. O qulaq asdı, çox bəyəndi. Yəni o məni çox belə deyək ki, belə həvəsləndirdi ki, bu mahnı yazılsın, oxunsun və s. belə. Yəni belə bir fikrim yox idi ki, mən bunu belə cəmiyyətə təqdim edeyim. Sadəcə özüm üçün yazmışdım. O hisslərin altında. Sonra bəyənildi, o vaxt bir boşluq da vardı, mən sənə deyim. Yəni hərbi mahnılara ehtiyac da vardı. Azərbaycanın çox ünlü bəstəçisi Cavanşir müəllimin bir əskər marşı vardı, o da marş. Azərbaycan əskəri, Azərbaycan əskəri. Amma İgid Əsgər Möhkəm Dayan mahnısı bir səngər mahnısı idi. Orada dinc dövrün bir romantizmi var, müharibənin acı reallığı var, gerçəklikləri var və bir də bunların ikisinin arasında gedib gələn o hiss, həyəcan, belə musiqi versiyasıdır. İgid Əsgər Möhkəm Dayan, silə-silə siper olan İgid Əsgər Möhkəm Dayan.